Salam hörmətli müəllimlər, MİQ-ə hazırlaşan, sertifikasiyaya hazırlaşan, ümumiyyətlə riyaziyyata həvəsli olan müəllimlər. Bu gün sizə bir-birindən maraqlı 5 dənə sualın izahını verəcəm. Demək, birinci sual lövhədə görürsünüz. Birinci sual, m-in hansı qiymətində modul daxilində x kvadrat minus 6x bağlandı. Modul üstə gəl 1 bərabər m tənliyinin 3 müxtəlif kökü var. Bu suala kvadrat tənliyi kimi də baxıb həll etmək olar. Və ya iki müxtəlif funksiyanın qarşılı vəziyyəti kimi baxıb, daha səmərəli üsulla həll etmək olar və daha maraqlı üsulla. Gəlin funksiya üsulla bu sualı həll edək. Öncə sualı bax belə yazıram. X kvadratı minus 6x modul daxilində plus yox, bərabərdir m-1 şəklində yazıram. İndi bax bunu ayrı, buna isə ayrı bir funksiya kimi baxıb sualı həll etməyə çalışacağam. Birinci növbədə y bərabər modul x kvadrat minus 6x-i yazıram. İkinci funksiyamızda y bərabər m-1 olacaq. Bu funksiyanı təpə nöqtəsinin koordinatları ilə verilmiş funksiya kimi göstərsəm, olacaq x minus 3-ün kvadratı minus gərək burada nə yazam? 9 yazam ki, o 9 açılışda içsin. İndi təpə nöqtənin koordinatlarını görürsünüz. Nədir burada? X-i 3-dür, y-i mənfi 9-dur. Və gəlin sxematik olaraq burada həmin funksiyanın qrafikini quraq. X oxu, y oxu. Sıfırlarına da baxaq. X kvadratı minus 6x bərabər 0, x1 bərabər 0, x2 bərabər 6-dır bu funksiyanın sıfırları. Yəni, x oxunu kəsir 0,6 nöqtəsində. Öncə 3 mənfi 9 nöqtəsini quraq. Bura 3, təqribən. Burada olsun mənfi 9, bax bu nöqtə. Sıfırları oldu, biri 0, biri 6. Əgər qrafiki biz sxematik qursaq, təxminən qrafik bax belə bir qrafik olacaq. Parabola bu şəkildə olacaq. İndi əziz müəllimlər, diqqət edəsiniz, funksiyamız modulun daxilindədir. Modulun daxilindədirsə, onda qrafikin x oxunun altındakı hissəsi aşacaq bax bu şəkildə yuxarı. Bunu qırmızı ilə başqa rənglə göstərək. Aşacaq bax bu şəkildə yuxarı. Həmin yenə əlbəttə ki, simmetrik olaraq aşacaq. Həmin 3 yerində qalacaq x oxunun qiyməti, x-in qiyməti, y-in mənfi 9 qiyməti keçəcək müsbət 9-a. Bax, bura olacaq 9. İndi sualımızın davamına baxsaq. Birinci hissə hazır. Qrafikin bax bu aşağıdakı hissəsini mən hətta silirəm. Yəni bax bunu silək. Bu hissə artıq olmayacaq. Çünki aşağıdakı mənfi hissə nə oldu? Aşdı yuxarı. Yəni x oxunun altındakı hissə keçdi simmetrik olaraq aşdı yuxarı, keçdi x oxunun üstünə. Çünki funksiyamız moduldadır. İndi gəlin bu sabit funksiyaya baxaq. Y bərabər m-1 funksiyası əlbəttə ki, x oxuna paralel olan bir düz xətdir. Baxaq görək bu y bərabər m-1 bu qrafiki harda kəssə, yəni hardan keçsə 3 müxtəlif kökü olacaq. Qrafikə diqqətlə baxsaq, görərik ki, qrafik bax bu şəkildə keçsə, bu şəkildə keçsə 3 müxtəlif nöqtədə kəsəcək funksiya ilə. Yəni bu olacaq birinci, yəni x1. Əlbəttə ki, x bərabər 3 nöqtəsi, yəni bax bura x2. Bu nədir? Bax bu nöqtə. Bu da x3. 3 müxtəlif kökü oldu mu? Oldu. Demək, nə zaman? Bax bu əyilmə nöqtəsindən keçdikdə. Həmin nöqtə hansı nöqtədir? X-i 3, y-i nədir? 9. İndi bizdə y bərabər m-1-dir. O zaman m-1 bərabər 9. M nə olacaq? 10. Demək, m-in, bizdən soruşmuşdu ki, m-in hansı qiymətində? Cavab, m-in 10 qiymətində verilmiş tənliyin 3 müxtəlif kökü olacaq. Bizdən 4 kök istəsəydi, qrafik necə keçərdi? Bax, bu şəkildə keçərdi. Məsələn, 2 kök istəsəydi, qrafik 9-dan yuxarıdan və ya x oxunun üstündən keçərdi. Yəni, bu düz xət. Y bərabər m-1 düz xətdir və s. Yəqin ki, bu sual aydındır. Keçdik növbəti suala, ikinci sual. Deyir, A-nın aşağıdakı hansı qiymətində fx bərabər a plus 2x plus a plus 6 bölünsün 2a plus 3x minus 3a minus 4 funksiyasının təyin oblasti ilə qiymətlər oblasti üst-üstə düşər. Bu sualı mən yaxın günlərdə paylaşmışdım. Həm ödənişsiz WhatsApp qruplarımızda,
Həmçinin Facebook qrupumda da bunu paylaşmışdım. Riyaziyyatın sirləri qrupunda bu sualı mən paylaşmışdım və müəllimlər bu sualın izahını istəyirlər. Mən izahını verməmişdim. Elə yerinə düşdü, bunun izahını verək. Ümumiyyətlə, funksiyanın təyin oblasti qiymətlər oblasti ilə üstə düşər. Yəni, bərabərdir deyir. DF bərabərdir YF. Bu nə zaman olur? Yəni, təyin oblasından qiymətlər oblasti üstə düşürsə, belə çıxır ki, funksiya özü elə bilin ki, bərabər olur tərsinə. Bu şəkildə düşünün. Yəni, tərsinin qiymətlər oblasti özünün təyin oblasti, yaxud da özünün təyin oblasti qiymətlər oblastina bərabərsə, özü tərsinə bərabər olur da kimi düşünə bilərik. Yaxud da, bunu qoyuram kənara. Bax, bu hissəni qoyuram kənara. Gəlin belə baxaq da. Bax, bu funksiyaya baxın. Bu funksiya necə funksiyadır? Fx bərabərdir ax plus b bölünsün cx plus d şəklində bir funksiyadır. Düzdürmü? Bəli. Bu funksiya bu şəkildə funksiyadır. Bu şəkildə funksiyaların təyin oblasti o zaman qiymətlər oblastina bərabər olur ki, a bərabər mənfi d olsun. Yəni, bax, buradakı x-in əmsalı bərabər olsun buna. Aydındır. Bəs bu hardan gəlir? Funksiya özünün tərsinə bərabər olduqda, yəni özünün tərsinə təyin oblasının qiymətlər oblasti eyni olması üçün funksiyanın özü ilə tərsi demək eyni funksiyalardır. F-1x eyni funksiyalardır. Aydındır. Bir də deyirəm. Funksiyanın özü ilə tərsi eyni olduqda, yaxud da təyin oblasti qiymətlər oblasti üstə düşdükdə, demək A mənfi D-yə bərabər olmalıdır. Belə funksiyalara bəzən tərsi olan deməyək də, belə deyək. Bax, buna belə də baxmaq olar. X bərabərdir fx kimi də baxmaq olar. Bax, belə funksiyaları bəzən bu şəkildə də işarə edilir. Yəni, biz buradan x-i tapsaq, x nəyə bərabər olacaq? Fx funksiyası. Yəni, bu şəkildə də işarə edə bilərik. Bunları indi qoyuram kənara. Mənə lazım olan, bax, budur. Mən biraz əlavə haşiyə çıxdım. Bu məlumatları verdim. Bax, mənə lazım olan əsas bax, bu hissədir. A bərabər mənfi D hissəsi. İndi buranı silirəm. Biraz yerimiz olsun bizim. Bax, buranı silək. Dedik ki, A mənfi D-yə bərabər olmalı. Bir dənə bunu saxlayıram. Bunu da silirəm. Baxın, indi həllə. Bizə deyib ki, A-nın aşağıdakı hansı qiymətidir? Aşağıdakı qiymətləri mən qeyd etməmişəm. Buraya yazım. A bərabər 2, B bərabər mənfi 1, daha doğrusu B bəndi mənfi 1, C bəndi mənfi 2, D bəndi 3, E bəndi də olsun, məsələn 5. Qiymətlər də bulardır, deyək. İndi A-mızın yerində nədir bizdə? A-mızın yerində A üstəgəl 2-dir. B-nin yerində nədir? B-nin yox, D-nin yerində. Bax, D-nin yerində mənfi 3A minus 4-dürsə, o zaman bərabərdir, mənfi D-yi yazsam olacaq 3A plus 4. Buradan alacaq ki, 2A bərabər mənfi 2, A bərabər olacaq mənfi 1. Aydındır. Cavabımız bu sual üçün olacaq B variantı. Amma biz bilirik ki, bütün xətti funksiyalarda, xətti funksiyanın təyin oblasti ilə qiymətlər oblasti eyni olur. Məsələn, biz burada bunu xətti funksiyaya gətirmək üçün məxrəcə də, bax, fikir verin, məxrəcdə 2A plus 3x deyilmi? Mən 2A plus 3-ə bir 0 kimi baxsam, onda A bərabər olacaq mənfi 2-də 3, yəni mənfi 1/5. Aydındır mı? A bərabər mənfi 1/5 olduqda da məxrəcdə qalacaq mənfi 3 vurulsun mənfi 1/5 çıx 4, yəni 0/5, 2-də 1 funksiya olacaq xətti funksiya. Yəni, A-nın mənfi 1/5 qiymətində də funksiyanın təyin oblasti ilə qiymətlər oblasti üstə düşür. Amma mən A-nın aşağıdakı hansı qiyməti dediyimə görə yalnız bir qiymətini, yəni B variantındakı qiymətini götürdüm. Güman edirəm ki, aydındır. Keçirəm 3-cü suala. Demək, aralığında təyin olunmuş fx bərabərdir. Bu funksiyanın qiymətlər çoxluğunu tapın. Bu sualı da mən yaxın günlərdə paylaşmışdım. İzahını verməyə çalışacağım. Baxın, əziz müəllimlər, təyin oblast, fikir verin, həqiqət ədədlər çoxluğundan götürülüb. Təyin oblast var. Bir də deyirəm, həqiqət ədədlər çoxluğundadır. O zaman mən bu funksiyanı belə yazıram. Y bərabərdir 4x kvadratı minus 10x plus 7 bölünsün. X kvadratı minus 3x plus 2 değil mi?
Y-ə parametr kimi baxıb, tənli kimi bu sualı sadələşdirməyə çalışacağım. Çarpaz vururam. X kvadrat minus 3xy plus 2y bərabərdir 4x kvadrat minus 10x plus 7. Yığıram bir tərəfə sola, yəni. Yx kvadrat minus 3xy plus 2y minus 4x kvadratı plus 10x minus 7 bərabər 0. Biraz daha sadələşdirirəm. Kvadratları bir sadələşdirirəm. Olur y minus 4x kvadratı. X'lara bir baxıram. Üstə gəl. 10 minus 3y vurursun x. Üstə gəl 2y çıx 7 bərabər 0. Baxın, kvadrat tənliyi oldu. Əlbəttə ki, əmsallar y-dən asılı olan bir kvadrat tənlik. Dəyişənimiz burada nədir? X-dir. Baxın, x həqiqət ədədlər çoxluğundan götürülməsi üçün, yəni təyin olunması həqiqət ədədlər çoxluğunda olması üçün bu funksiyanın mütləq şəkildə kökləri olmalıdır, bu tənliyin daha doğrusu. Böyük bərabər 0 olmalıdır diskriminant. Yəni həqiqi kökləri olmalıdır mütləq. O zaman diskriminantı gəlin tapaq. Diskriminant burada olacaq b kvadrat. Yəni 10 minus 3-ün 3y-in kvadratı minus 4a-sı, yəni 4 vurasın. Y minus 4 vur. Nə? 2y minus 7. Dedi ki, bu nə olmalıdır? Böyük bərabər 0. Aha, gəlin bunun açışını yazaq. 100 minus 60y plus 9y kvadrat minus 4 vurulsun. Bunu vurup atsaq 2y kvadratı minus 7 minus 8y minus 15y plus 28 böyük bərabər 0. Biraz daha sadələşdirirəm. 100 minus 60y plus 9y kvadratı minus 8y kvadratı plus 60y minus 112 böyük bərabər 0. Baxın, 60y'lər getdi. 9y kvadratdan y kvadrat qaldı 1y kvadrat. 100-dən 112 qaldı 12 böyük bərabər 0. Demək, y kvadrat böyük bərabər 12-dir. Buradan da çıxır ki, 12-dən kök nə çıxır? Kök altında 12 bərabər 2 kökdə 3-dür. Plus minus əlbəttə ki, plus minus qeyd edək. O zaman y kvadrat böyük bərabər 12 aldıqsa, bu bərabərsizimizin həlli olacaq. Yəni y-in ala biləcəyi qiymətlər olacaq. Mənfi sonsuzdan mənfi 2 kökdə 3-ə daxil olmaq şərti ilə birləşmə müsbət 2 kökdə 3-dən müsbət sonsuza. Bax belə. Bu da oldu y-in ala biləcəyi qiymətlər. Yəni funksiyamızın nəyi? Qiymətlər çoxluğu. Güman edirəm ki, aydındır bu da. Keçirəm növbəti suala, yəni 4-cü sual. 4-cü sual əslində sadə sualdır. Baxın, alfa bizə verilib pi böl 18. Mən 9 alfanı tapıram. Niyəsini deyəcəm indi. 9 alfa nəyə bərabərdir? 9 vurulsun pi böl 18. Bunlar getdi 2. Demək, 9 alfamız pi böl 2-dir. Yəni 90 dərəcədir. Aha. Bunu ona görə tapıram ki, surətlə məxrəci uyğunlaşdıracam. Məsələn, surətdə görürəm, bu ifadəni də gətirim belə yazım. Kosinus 3 alfanı atıram qabağa. Plus kosinus 5 alfanı buraya yazıram. Plus kosinus 7 alfa yazdım. Aha. Görürəm ki, kosinus 5 alfa ilə kosinus, daha doğrusu 5 alfa ilə 4 alfanın cəmi pi bölü 2 elədiyinə görə biz bilirik ki, əgər alfa plus beta 90 dərəcədirsə, onda sinus alfa bərabər kosinus beta yaza bilərik. Yaxud da tangens alfa bərabər kotangens beta yaza bilərik. Bax, bundan istifadə edərək kosinus 5 alfanın yerinə, kosinus 5 alfa dəymirəm. Aşağıdakı kosinus 4 alfanın yerinə sinus 5 alfa yaza bilərəm. Sinus 5 alfa. Çünki kosinus 4 alfa ilə, yəni 4 alfa ilə 5 alfanın cəmi 90 dərəcə olduğuna görə, necə ki sinus alfa kosinus beta yazdım. Elə bil alfamız 4 alfadır, betamız 5 alfadır. Cəmləri çünki pi bölü 2 edir. O zaman kosinus 4 alfanın yerinə sinus 5 alfa yazıram. Kosinus 2 alfanın yerinə sinus 7 alfa yazıram. Çünki cəmləri yenə deyirəm pi bölü 2 verir. Kosinus 6 alfanın yerinə sinus 3 alfa yazıram. Üstə gəl. Aha. İndi bundan sonraya baxın. Eyni oldu mu? Oldu. Argumentlər hər birində eyni oldu. Belə bir qaydamız var. A plus B bölü 2 bərabər C isə aşağısında yazıram. Sinus A plus sinus C plus sinus B yaxud da kosinus, birinci kosinusu da yaza bilərik, fərq eləməz. Bölünsün, burada B'dir.
bölünsün kosinus A plus kosinus C plus kosinus B. Bu B'ləri kənarda yazdım. Ona görə ki, A'nın B'nin ədəd ortası C-ni verir. O zaman kənarlara baxmıram. Nəticə olacaq, bax bu ortadakı bərabər olacaq. Sinus C bölünsün kosinus C. Tərsi də doğrudur. O zaman bu ifadənin qiyməti nəyə bərabərdir? Bax, bu ortadakının ikisinin nisbətinə. Yəni, kosinus 5 alfa bölünsün sinus 5 alfa. Yəni ki, kotangens 5 alfa və yaxud da bunu tangens 4 alfada yaza bilərik. İndi orada sualda test formasında variantlar var. Orada tangens 4 alfa var idi. Və yaxud da dediyim kimi elə kotangens 5 alfa kimi də saxlaya bilərik, tangens 4 alfa kimi də saxlaya bilərik. Gətirib pi bölü 18-dir, yerinə də yazıb pi ilə də qiymətini yaza bilərik. Əsas məsələ nə idi? Bizə demişdi ki, ifadəni sadələşdirin və biz bunu nə etdik? Sadələşdirdik. Keçdik 5-ci suala. 5-ci sual görürsünüz. X kvadrat minus A minus 2x minus A plus 1 bərabər 0. A parametrinin hansı qiymətində tənliyin kökləri A kiçik x2, x1 kiçik A şərtini ödəyər. Bu nə deməkdir? O deməkdir ki, x1 deməyib kiçik A. A-nın da x2-dən kiçik olsun deyib. Yəni, bu şərt ödənsin deyir. Bu şərt ödənsin. Əziz müəllimlər, bax, buna bir kvadratik funksiya kimi baxsaq, yəni bir parabola kimi baxsaq qrafikə, A-sı müsbətdir. Yəni, x kvadratın əmsalı müsbətdir. Qollar yuxarı yönəlib. X oxunu kəsirsə, baxın, fikir verin. Nümunə kimi belə bir qrafik çəkirəm. X oxu, Y oxu. İndi fikir verin. Bu x1-dir, bu x2-dir. Əgər qollar yuxarı yönəlibsə, yəni bu funksiya kimi, bu ifadə kimi, həqiqətən də x kvadratın əmsalı müsbətsə, qollar yuxarı yönəlib və həqiqi x1, x2 qiymətləri var x-in. Əgər A, yəni x1, x2-nin, yəni götürülmüş hər hansı bir A, x1, x2-nin arasında olmağını istəyiriksə, yəni bu nöqtələrdən hər hansı birində olmağını istəyiriksə A-nın, yəni bax, buradan bura qədər, bax, bu hissədə A-nın olmağını istəyiriksə, istənilən bir nöqtədən götürsək A-nı, məsələn, A-nı buradan götürsək, bu nöqtədə funksiyanın qiyməti nə olacaq? Bax, gəlib düşür bura, olur mənfi. Məsələn, buradan götürsəz, gəlib düşür qrafikin arasına, burasına, olur mənfi. Yəni, həmin x1 ilə x2-nin arasından hansı nöqtədən götürürsünüz, götürün A-nı, həmin nöqtədə funksiyanın qiyməti olacaq mənfi. Bax, buradan bir qayda çıxır ki, məsələn, y bərabər kx kvadrat plus bx plus c şəklində kvadratik funksiyalarda. Əgər biz x1 kiçikdir a kiçik x2 şərtini istəyiriksə, yəni istəyiriksə ki, elə bir ədəd olsun ki, x1-dən böyük x2-dən kiçik olsun, onda nə baş verməlidir? Baxmalıyıq k-ya. K müsbətdirsə, yəni parabolanın qolları yuxarı yönəlibsə, mütləq şəkildə həmin funksiyanın o arqumentin verilən qiymətində, yəni funksiyanın a qiymətində, x-in yerinə a qoyduqda, mütləq funksiyanın qiyməti mənfi olacaq. Bax, onu mən burada göstərdim. Hansı ki, istənilən nöqtədə funksiya x oxunun altında qiymət alır. Yox, əgər k mənfi olsa, yəni qollar aşağı yönəlsə, yəni bax, belə bir şey olsa, qollar aşağı yönəlsə, bu x1, bu x2, fikir verin, bax, istəyiriksə ki, a burada olsun, istənilən bir nöqtədə a-nı götürsəz, görürsünüz, funksiya müsbət alır. Burada götürsəz, tutaq ki, burada, görürsünüz, funksiya müsbət alır. Yəni, qollar, parabolanın qolları aşağı yönəlibsə, k mənfidirsə, x1 ilə x2-nin arasından götürülmüş istənilən nöqtə üçün f(a) nə olmalıdır? Mütləq müsbət olmalıdır. Bax, bunu biləndən sonra sual olur 2/2. Bu qaydanı başa düşəndən sonra sual çox rahat olur. Gəlin, indi sualın həllinə baxaq. Düşünürəm ki, bu hissə aydındır. Buraları mən silirəm, keçirəm sualın həllinə. Sualımızın həlli, şərtimizi artıq vermişik. Demək, fx k müsbət olduğuna görə, qollar yuxarı yönəldiyinə görə, f(a) nə olacaq? Mütləq mənfi dediyi olacaq. Gətirib tənlikdə x-in yerinə a qoyaq. Onda f(a) bərabər olacaq. f(a) bərabər olacaq a-nın kvadratı minus a vurusun a minus 1, o da eləyəcək a kvadrat plus a minus a plus 1 nə? Kiçik 0 götürəcək. Əlbəttə ki, a-lar getdi buradan.
Nəysə düz yazmadıq mı? Baxaq, bir də baxaq buna. Ola bilər nəysə düz yazmadıq. Bax, x-in yerinə a qoyduqda nə alınır? X-in yerinə a qoyduqda a kvadrat minus a kvadrat, eləmi? Minus 1 alınır. Minus a plus alınır, plus 1. Ola bilsin tənlikdə burada səhvlik var. Bu tənliyə bir də baxım. Ola bilər tənliyimizdə səhvlik ola bilər. Bir saniyə üzrlü sayın. Aha, x kvadratı minus demək minus a plus 1x-dir burada. Deyirəm, bəli, plus 1 minus a plus 1. Sualda belədir. Demək, nə alınacaq burada? A qoyanda a kvadrat. Burada bax, bu hissədə səhvlik var. Bunu düzəldək. Demək, minus a kvadrat minus a plus 1 kiçik 0 olacaq. Bax, sual belədir. Bəli, a kvadratlar getdi. Qaldı mənfi 2a plus 1 kiçik 0. Buradan 2a böyükdür 1-dən və a da böyükdür 2-də 1-dən aldıq. Demək, cavabımız nə olacaq? 2-də 1 müsbət sonsuzluq. Bax, belə. Bu da bizim 5-ci sualın izahı. Və ümid edirəm ki, bu videolar, bu suallar sizə nəysə təkrarlatdı, xatırlatdı və faydalı oldu. Mən Cəbrayıl müəllim, sağ olun, hələlik.